cür verilişlər, bu məzmunda olan bütün verilişlər bağlanmalıdır, bütün verilişlər. O verilişdə ki, xəstə insanları efirə çıxarıb ələ salırlar. O insanları ki, efirə çıxarıb ondan reyting umurlar. O insanları ki, efirə çıxarıb ağızlarına gələni danışmaları üçün fürsət yaradırlar. Bu verilişlərin hamısı bağlanmalıdır. Çünki o xəstə insanlara qarşı bu böyük bir haqsızlıqdır. O insanlar, o vətəndaşlar hansı verilişə çıxdıqlarının fərqində deyirlər. Səmimi olaraq inanırlar o aparıcılara ki, verilişə çıxacaq problemlərim həll olunacaqdır. Amma onların problemlərindən, onların dərdlərindən sui-istifadə olunur. Reyting üçün sui-istifadə olunur. Və bu cür sui-istifadə faktlarını görə peşəkar həkimlər o sui-istifadənin bir parçasına çevrilirlər. O verilişə çıxan bütün həkimlərin də bu verilişlərdə edilən bütün haqsızlıqlarda payı var. Siz o verilişlərə dəstək olursunuz, maddi dəstək olursunuz, mənəvi dəstək olursunuz, verilişlərə çıxırsınız və o verilişlərin yaşamasında, ora yeni qurbanların cəlb olunmasında, əziz doktorlar, sizin də payınız var. Siz həkim deyilsizmi? Həkim deyilsizmi?